Salam hər bir kəsə, mən Bəşir Bayev. Bugünkü videoda isim bölməsindən digər bir hissəni, yəni isimlərin cəmini izah edəcəm. İsimlərin cəmi ingilis dilində plurals of nouns deməkdir. Bu videoda həm qaydanın detallı izahı olacaq, həmçinin sizlər üçün hazırladığım nümunə suallarla tanış olacaq və həmişə hər zaman kimi sizlərdən soruşacağım suallar olacaq. Gəlin vaxt itirmədən mövzunun izahına başlayaq. Ümumi olaraq isimlərin cəmindən öncəki videoda biraz söhbət getmişdi, hansı ki, en artikel nə zaman istifadə olunur, isim cəmlənəndə nə baş verir. Demək olar ki, bunun haqqında danışmışıq. Amma biz ismin necə cəmlənməsi haqqında məlumat verməmişdik. O haqda bu dərsdə ətraflı verəcəyik ki, nə zaman məsələn istifadə olunur, nə zaman istifadə olunur, hansı məsələn isimlərə biz deyirik irregular plurals və s. Gəlin başlayaq. Ümumilikdə isimlər çox hallarda, yəni adətən cəmlənərkən s qəbul edir. Yəni siz isimləri cəmləyən zamanı daha çox hallarda nə verəcəksiniz? Sözün sonuna s artıracaqsınız. Məsələn, bura baxsaq, a book cəmləndə sonuna verdik s, books oldu. A day cəmləndə oldu days. Deməli, isimlər cəmlənərkən qarşısındakı en artikelini silirik və sonuna s artırırıq. Bəs niyə en artikelini silirik? Bundan öncəki dərsdə izah eləmişdik ki, en artikelin mənası 1 deməkdir. Yəni bunu qeyd kimi yadda saxlayın ki, bərabərdir ənə, ən də bərabərdir vana. Yəni bunların hər üçü 1 deməkdir. Əlbəttə ki, 1-dən sonra biz cəm isim verməliyik, avtomatik tək isim verməliyik. Burada olsa qeyddə yazılıb. İsimlər cəmlənərkən qarşısındakı en artikel düşməlidir. Çünki en artikela one bir sözün əmələ gəlir və yalnız sayıla bilən tək isimdən qarşı istifadə olunur. Məsələn, burada niyə görə üstünə xətt çəkiblər? Çünki isim cəmlənib, amma hələ də qarşısında artikel qalıb. Bu ola bilməz. Bunu öyrəndik. Davam edirik ikinci qaydamızdan. Bu isimlər cəmlənəndə isə onların cəmlərini biz es vasitəsilə düzəldəcəyik. Bəs hansı isimlərdir onlar? Əgər ismin sonu S, double S, SH, GH, TGH, XOZ ilə bitərsə, onda avtomatik həmin isimləri cəmləyəndə biz nədən istifadə edəcəyik? ES-dən. Məsələn, gəlin nümunələrə baxaq. Bus. İsmimiz nə ilə qutardı? S-lə. Avtomatik onu cəmlədi, nə əlavə elədik? ES. Glass. Yəni, qoşa S-dən bitdi, ona görə cəmlənəndə nə oldu? ES. Glasses. Məsələn, baş, bushes, bench, benches və s. Məsələn, burada o hərfinə baxa bilər ki, potato, potatoes və yaxud da box, boxes. Bu belə. Davam edelim növbəti qeydimizdən. Amma biz yuxarıda dedik ki, sözün sonu o-la bitirsə, ismin sonu o-la bitirsə, cəmləndə es qəbul edəcək. Amma uşaqlar, bizim bəzi istisnalarımız var. Hansı ki, bunları əzbər bilməlisiniz. Bu sözlərin sonu o-la bitib. Əslində, bunlar es qəbul etməlidirlər. Amma istisnalı təşkil edərək onlar es yox, sadəcə qəbul edəcəklər es. Hansılardır? Kilo, zero, zoo, piano, solo, radio, foto və s. Burada baxırım məsələn, kiloda. Əslində onunla qutarıb. Onunla qutardığına görə biz es əlavə eləməliydik. Amma bunun cəmlə ilə düzəlib s-dən. Deməli, bu nədir? İstisnalı təşkil edir. Bu aşağıdakı qeyd şagirdlərin, yəni məktəb proqramında nə 9-da, nə 11-lərdə yoxdur. Yəni bunu öyrənməyinizə ehtiyac yoxdur. Sadəcə izah edeyim sizin üçün. Bəzi sözlər də var ki, onlar evdə iki yüzlüdürlər. Həm onlar cəmləndə s qəbul edə bilərlər, həm də es qəbul edərlər. Amma sizin məktəb proqramınızda, yəni 9 və 11-lərin buraxılış imtahanı üçün bu hissəni öyrənməyinizə ehtiyac yoxdur. Davam edək digər qaydana. Digər qaydamızda ingilis dilində onun adı irregular pluralsdır. Sizin üçün bura qeyd edirəm. Irregular, üzr sayın. Qələmi bir dənə nazikliyini seçim. Yaza bilmirəm. Deməli, irregular plurals. Deməli, bunlara biz nə deyirik? Qaydasız cəmlənənlər. Biz yuxarıda nə öyrəndik? Adətən isimlərin çox hallarda sadəcə s qəbul edirlər. Amma bəzi hərfləşmələr vardır ki, əgər isim onlarla bitirsə biz es veririk. Bəs bunlara niyə görə biz irregular plurals deyirik? Çünki bunların xüsusi bir qaydası yoxdur. Gəlin görək onlar hansılardır? A man, man, a woman, woman. Deməli, burada nə baş verdi? A hərfimiz E-yə dəyişdi. Burada da A hərfimiz E-yə dəyişdi. Yəni, siz bunları bax, belə qruplaşdırıb öyrənə bilərsiniz. Sizin üçün də bura qeyd edirəm ki, deməli, A-lar E-yə dəyişir. Kişilər qadın-qadınlı olur. Sonra, bu üç dənəsi də ortaq da elə bil. Belə yada saxlaya bilərsiniz ki, O-lar E-yə dəyişir. Məsələn, a foot, feet, a tooth, teeth, a goose, geese. Növbəti isə tamamilə kökündən dəyişir. A louse, lies, a mouse, mice. Sadəcə burada fərqlənən uşaqlar ilk hərflərimizdir. Yəni elə də yazı saxlaya bilərsiniz. Məsələn, görürsünüz, bir dənə burada fərqlənən ilk hərflərimizdir. A louse, bit, lies, bitlər. A mouse, san, mice, sanlar. Bir dənə burada bir qeyd var. Siz onu deyim. Uşaqlar, görsəniz ki, canlı
heyvan, yəni o insandan söhbət gedirsə, onun cəmlənməsi mice kimi olacaq. A mouse təkidir, a mice cəmi, das mice cəmidir. Amma söhbət kompüter insanından, hansı ki ona el arasında mişqa deyirlər də, siz kompüter insandan söhbət gedirsə, onun cəmlənməsi normal isimlər kimidir. Məsələn, burada da qeyd edilib. A computer mouse, computer mouses. Aydındır, yəni bunu yada çıxartmayın. Bəs yaxşı, buradakıların üzərində niyə xət çəkib? Gəlin bir baxaq. Məsələn, mən S qəbul edir. Dedik axı, bu sözlər irregular pluraldır. Yəni bunlar kökdən dəyişənlərdirlər. Heç o S qəbul edə bilməz. Məsələn, bu mən həm cəmlənib, həm də S qəbul edib. Eyni qayda food da S qəbul edib, giz S qəbul edib, las S qəbul edib. Bunlar heç bir zaman S, ES qəbul edə bilməzlər. Adından da bəlli olduğu kimi bunlar qaydası cəmlənənlərdir, yəni irregular pluralsdır. Onların düzəlmə üsulları var, hansı ki siz onu əzbərləməlisiniz. Davam edin növbəti hissə ilə. Child ox sözləri də buna oxşardır. A child və an ox sözləri də cəmləndə n qəbul edir. Məsələn, a child olur children, an ox olur oxen. Sonra davam edirik sonu y hərfi ilə bitən isimlərin cəmləməsinə. Uşaqlar, sonu y hərfi ilə bitən isimlərdə iki hal mümkündür. Gəlin onlar necə olacaq ki, baxaq. Belə ya da saxlayırıq. Gəlin sizin üçün bir dənə boş vərəq açım. Bir dəqiqə, burada bir dənə boş vərəq açaq ki, orada ətrafı yaza bilək. Məsələn, gəlin birinci başda a boy sözündən. Uşaqlar, a boy sözündə görürük ki, sözün sonu y samitdən bitib və biz burada əvvəlinə baxmalıyıq. Yəni, görək samitdən əvvəlinə gəlib. Biz görürük ki, y samitindən əvvəl sait gəlib. Onda qaydamız belədir, yada saxlayırıq. Əgər sözün sonu, yəni ismin sonu y hərfindən bitibsə və y hərfindən əvvəl sait gəlibsə, onda cəmlənəndə sadəcə biz s-dən istifadə edəcəyik. Olacaq nə? Boys. Sadəcə s artırıq. Məsələn, toy sözünü götürə bilərik. Yəni, toyda yazaq. Eyni formada yoxlasaq, görürük ki, burada y-dən əvvəl nə gəlib? Sait. Ona görə sadəcə biz nə artıracağıq? S. Olacaq nə? Toys. Bəs yaxşı, y-dən əvvəl sait yox, samit gəlsinə baş verəcək. Onda isə y düşür, onun əvəzinə veririk I-E-S. Gəlin sizin üçün nümunə yazaq ki, tam aydın olsun. Məsələn, götürürük family sözünü. Family sözünü gəlin yoxlayaq, gör necə olacaq. Görürük ki, y-dən əvvəl l var, bu da bizim samitimizdir. Deməli, bu cəmləndə nə baş verəcək? Siz y-nı düşürdürürsünüz. Y-nın əvəzinə verirsiniz I, sonra da ES əlavə edirsiniz. Deməli, y düşdü nə əlavə eləndi? I-ES. Okay, gəlin nümunələrə baxaq, sizə tam aydın olsun. Məsələn, a boy nə oldu? Boys. A toy nə oldu? Toys. They oldu? Days. A key, keys və s. Amma y hərfindən əvvəl samit gələrsə, məsələn, baby-də y düşür nə əlavə olunur? I-ES əlavə olunur. A lady, ladies. A city, cities və s. Sonra davam edirik sonu F və F ilə bitən sözlərdən. Uşaqlar, sonu F ilə bitən isimlər cəmlənəndə sonundakı F-ini silirsiniz, əvəzinə vəs əlavə edəcəksiniz. Məsələn, gəlin baxaq leaf sözündən, yarpaq sözü, düzdürmü? Burada cəmləndə f düşür, əlavəni nə artıracaqsınız? Vəs. A leaf, leaves. A life, lives. A love, loves və s. Deməli, sonu f ilə bitəndə sondakı f-yə düşəcək, əlavəsinə vəs verəcəksiniz. Amma burada da yenə bəzi istisnalarımız var, hansı ki siz bunu əzbərləməlisiniz. Bu istisna yazıram sizin üçün də ki, bunlar istisnadır. Bəs yaxşı, bunlar niyə görə exception, yəni istisna sayılır? Əslində dedik ki, sona f ilə bitənlərdə nə olmalıdır? F-yə düşməlidir, vəs qəbul olmalıdır. Amma burada nə baş verilir? Sadəcə s qəbul edir. Məsələn, roof nə olub? Roofs. Sadəcə s əlavə elədik. A cliff, cliffs və s. Yenə də burada da qeydimiz var, hansı ki bu sonu ondan bitənlərə biraz bənzəyir. Amma yenə də bu sizin üçün çox da vacib deyil. Bunu öyrənməyinizə ehtiyac yoxdur. Yəni sizin proqramı tam olaraq sizdən bunu soruşmayacaqlar ki, iki cür olan hansıdır. Davam edirik. 7-ci qaydamız nədir? 7-ci qaydamızda həmişə cəm formada olan isimlərdən danışırıq. Gəlin ki, öncə bunların qaydalarına baxaq görək bunlar necə istifadə olunur. Deməli, adından da bəlli olduğu kimi bunlar həmişə cəmdə olurlar deyə tək formaları olmur. Cəm olduqlarına görə qarşılarında en artikli istifadə oluna bilməz. Cəm olduqları üçün həmişə xəbərlərdə cəm olacaq. Məsələn, are, were, do, have, come, live və s. Onların qarşısında işlənəcək işarə vəzirlərimiz də cəm olmalıdır. Bundan öncəki videoda da qeyd etmişdik ki, əgər işarə vəziri 4 hərflidirsə, gəlsin üçün yazaq. Məsələn, this, that, bu təkdir, amma 5 hərflidirsə cəm sayılır. Sonra cəmdə olan əvəzliklərin əvəzi olunacaq. Məsələn, they, them, their və s. Birdən böyük rəqəmdən istifadə olunacaq. Niyə görə? Çünki biz bilirik ki, birdən sonra sayıla bilən tək isim gəlir. Amma 2-dən sonsuzluğa qədər avtomatik cəmsini verəcəksiniz. Bu isimlər uşaqlar 3 kateqoriyaya bölmək olar. Gəlin görə onlar hansılardır? Birinci kateqoriya nədir? 2 istədiyin ibarət olan isimlər. Məsələn, trousers, jeans,
clothes, sonra mittens, gloves, pants ola bilər, shoes ola bilər. Bunlar hamısı necədirlər? İki hissədən ibarətdirlər. Deməli bunlar cəmdir. Uşaqlar ən çox elədiyi səhvlərdən birini sizə deyək ki, uşaqlar bəzən trouser sözünü bu formada yazırlar. Gəlsin üçün yazaq bura. Deyir, müəllim, bunun əgər cəm forması trousersdırsa, tək forması olacaq nə? Trouser. Xeyr. Uşaqlar, belə bir forma yoxdur. Bunun avtomatik üzərindən xətt çəkirik. Trousers sözü hər zaman nə yazılacaq? S-lə. Eyni formada jeansdə, eyni formada spectaclesdə. Bunları mütləq yadda saxlamalısınız. Sonra B variantı nədən danışırıq? B variantında isə sonunda S olub və həmişə cəmdə olan toplu isimlərdən danışırıq. Bu nə deməkdir? Məsələn, goods malamtə, arms silah, earrings sırğa, belongings şəxsi əşyalar, contest mündərəcət və s. Bunların sonunda S-ləri var və hər zamanda cəmdirlər. Bir də var ki, sonunda S yoxdur, amma yenə də cəmlik bildirirlər. Hansı ki, bu 5 dənə sözümüzdür. Police, yəni polis deməkdir. Cattle, mal-qara. Poultry, ev quşları. Gentry, zədəganlar. People, cəmaat. Bir də burada cattle ilə bağlı bir qeyd demək istəyirəm, uşaqlar. Mən sizin üçün indi iki söz yazacağım. Biri elə cattle-ın özüdür. Bir də kettle sözüdür. Bunları heç bir zaman qarışdırmayın. Hansı ki, mən imtahanlarında tez-tez bunu istifadə edirəm. Cattle, mal-qara deməkdir, bu hər zaman cəmdə olan isimdir. Yəni bunun tək forması yoxdur. Siz məsələn kettle verəməzsiniz. Amma kettle isə çaynik deməkdir. Xüsusilə də tok çaynikləri olur ha, hansı ki onları ifadə edir. Bu tək forması ola bilər. Məsələn, kettle təkdir. Onu cəmləyəndə avtomatik necə edəcəksiniz? S artıracaqsınız. Kettle S olacaq. Bu belə. Sonra davam edirik polis sözündən. Deməli, polis sözü təklikdə işlənərsə, özdən sonra isim gəlməzsə, həmişə cəmlik bildirir. Məsələn, deyirəm ki, police are proud of Azerbaijan. Polislər Azərbaycana fəxr edir. Və yaxud da məsələn, bura baxa, police are looking for the thief in the street. Polislər küçədə oğrunu axtarırlar. Deməli, burada polisin xəbəri nə oldu? Avtomatik cəm oldu. Bəs yaxşı, mən necə məsələm ki, məsələn, mənim qardaşım polisdir. My brother is a policeman və yaxud da police officer olur. Deməli, avtomatik nə edirik? Yanına başqa bir söz əlavə edirik. Lakin polis sözündən sonra isim gələrsə, məsələn, man, woman, officer, car, xəbər polis sözü ilə deyil, ondan sonra gələn isimlə uzlaşır. Hansı ki, bunun qaydasını da öncəki dərsimizdə demişdik ki, əgər ingilis dilində iki isim yanaşı gəlirsə, hər zaman sonuncu ismimiz əsas sayılır. Fərq yoxdur, istəyir 100 dənə isim yanaşı gəlsin. Deməli, 100-cü ismimiz əsasdır. Məsələn, bura baxa, police officer is looking for the thief in the street. Niyə görə burada xəbərimiz iz oldu? Çünki officer təkdir. Niyə görə burada cəm oldu? Çünki officer cəmdir. İndi sizə sual vermək istəyirəm. Deməli, burada dedik ki, 3 dənə qrupumuz var. A, B və C. Bu hər bir qrupdan 2 dənə söz seçirsiniz və həmin sözləri cümlədə istifadə edirsiniz. Yəni ümumilikdə 6 dənə cümlə yazırsınız. Yəni çox yaza bilərsiniz, amma 6-dan az olmasın. Minimum 6 cümlə. Davam edirik. People sözümüz. Uşaqlar, people insanlar cəmaat mənasında hər zaman cəmlik bildirəcək. Yəni insanlar cəmaat mənasında peoples deyə bilmərik və ya da a people deyə bilməzsən. Amma ingilis dilində siz a people da görə bilərsiniz, peoples da görə bilərsiniz. Onda bu demək deyil ki, səhvdir. Necə olur qaydası? Gəlin baxaq. Sizin üçün yenə bir dənə də vərəq açaq buradan ki, orada rahat yaza bilək. Məsələn, cümlədə gördünüz ki, people sözü belə yazılıb. Deməli, bu avtomatik nə mənasındadır? İnsanlar, cəmaat mənasındadır. Amma görsəniz ki, a people yazıblar, onda bilin ki, bu xalq mənasındadır. Deməli, people xalq mənasında tək və cəm ola bilir. Avtomatik olaraq da people-ın xalq mənasında cəm forması nə olacaq? Peoples. Yəni bunu mütləq yadda saxlayın. People cəmaat deməkdir, a people bir xalq deməkdir, people isə xalqlar deməkdir. Sonra davam edirik növbəti hissəsi ilə. Deməli, 8-ci qaydada öyrənəcək mürəkkəb isimlərin cəmləməsini. İlk başlayırıq tərkibində mən və woman olan cəm isimlərin, mürəkkəb isimlərin cəmləməsindən. Baxın. A man driver. Uşaqlar, birinci qaydamız nədir? Əgər mürəkkəb sözünün tərkibində mən, woman varsa və o mürəkkəb isim defislə yazılırsa, onda hər iki söz cəmləməlisiniz. Məsələn, bu nümunəyə baxaq. A man driver. Burada cəmdə nə baş verir? A man çevrili olur. Man. Driver da cəmləndə olur nə? Drivers. Deməli, cəm forması necə oldu? Men drivers. Eyni formada burada da. A man servant da. Deməli, a man cəmləli olacaq. Men. Servant da cəmləli olacaq. Servants. Aydındır? Bəs yaxşı. Bu söz yəni piçik yazılarsa, yəni mənlə woman sözləri sonda gələrsə necə baş verir? Əlbəttə ki, onun sonundakı söz cəmlənəcək. Bəs yaxşı, mənin cəmi necə olurdu? Men olurdu. Məsələn, a postman, postman. Sonra davam edirik digər qaydamızla. Bizdə var Norman, German, Human, bir də Roman. Bu sözlər uşaqlar cəmliyində belə cəmləyirlər. Deyir, axı mənim öyrətmişsiniz ki, mən varsa tərkibində. Onda mən menə çevrilir. Onda deyir Norman, xeyr uşaqlar.
Niyə görə olmaz? Çünki deyirik ki, bunun tərkib hissəsi deyil. Biz buradan məni ayırsaq, qalır yerdə nor sözü. İngiliscə nor sözü yoxdur axı. Deməli bu sadə isimdir, mürəkkəb isim deyil. Sadə isim olduğuna görə normalda cəmlənəcək. Məsələn, burada nə edilər cəmləndə? S əlavə etdilər. Burada cəmləndə nə edilər? S əlavə etdilər. Burada cəmləndə nə edilər? Sadəcə S əlavə etdilər. Bu formada. Sonra, defislə yazılan mürəkkəb isimlərin cəmləməsi necə olur? Uşaqlar, defislə yazılan mürəkkəb isimlərdə əsas məna daşıyan sözə S əlavə olunur. Məsələn, a brother-in-law qayın deməkdir, düzdürmü? Mən bunu cəmləmək istəyirəm, qayınlar demək istəyirəm. Baxın, sister-in-law var, brother-in-law var, mother-in-law var, father-in-law var və s. Düzdürmü? Yüz hamısında in-law var. Deməli, burada nəsə bir fərq olmalıdır. Deməli, bizdə əsas sözlər orada nədir? A brother, father, mother, sister və s. Deməli, cəmlədə nə baş verəcək? Biz S-i brother artıracağıq. Burada defislər yaddan çıxıb. Gözünüz qarasız. Mesela a baby sister, yəni dayı deməkdir, uşaq baxıcısı. Cəmləndə nə edəcəyik biz? Sister S artıracağıq formada. Sonra 11-ci qayda nədir? Bitişik yazılan mürəkkəb isimlər cəmi sözün sonuna S artırmaqla düzəlir. İndi növbəti sualım sizə nədir? Mürəkkəb isim yazacaqsınız. Biri defisdə yazılsın, biri ümumi olaraq ayrı yazılsın, bir dənəsi də bitişik yazılsın. Və hər üçündə cəm formasını qeyd etməlisiniz. Amma sözləri buradan götürməyin də, yəni fərqli sözlər yazın. Sonra həmişə təkdə olan isimlər, əlbəttə ki, bunlar uncountable nounsdur. Sizin üçün bura qeyd edilir. Yəni, niyə yazılmadı bu? Uncountable nouns, sayılmayan isimlər. Bilirik ki, sayılmayan isimlər həmişə təklər. Gəlin onların qaydasına bir də baxaq. Bu isimlərin sonu S ilə bitməsinə baxmayaraq həmişə tək halda olurlar. Sayılmayan isimlər kimi qəbul olunurlar. En artiklından istifadə olunurlar. Xəbərlər tək olacaq. Qarşılarında tək işarə vəzirlər olacaq. Tək olduqlarına görə it əvəzindən əvəz olunur. Rəqəmlərlə işlənə bilmirlər. Və məsələn, news ola bilər. Uşaqların çox çaşdırdığı sözlərdən biri elə news'un özüdür. News'u uşaqlar daha çox cəm isim kimi qəbul edirlər. Deyirəm niyə? Çünki deyir news sözün köküdür, S qəbul edib. Xeyr uşaqlar, news sayma isimdir, xəbər deməkdir. Sayma isim olduğuna görə o cəmlənə bilməz, cəmdə ola bilməz. İdman və oyun adları da, elm və fən adları da bunlar da ki sayılmayan isimlərdir. Sonra növbəti qaydamız çox vacib qaydalardan biridir. Uşaqlar, bizdə bəzi isimlər var ki, onların təkləri və cəmləri eynidir. Yəni, onlara siz cəmləyəndə S artıra bilmirsiniz. Məsələn, hansılardır? Sheep, deer, fish, swine. Məsələn, a sheep olur nə? Sheep qoyunlar. A deer, deer marallar. A fish, fish. A swine, swine. Məsələn, bunlar niyə üzərinə xətt çəkiblər? Çünki bunlar səhvdirlər. Bəs necə bunları ayırd edəcəyik? Gəlin digər səhifədə baxaq. Demək, bu isimlər təkli olanda qarşılarında en işlənə bilər. This, that işarə vəzirləri işlənə bilər. Every, it işlənə bilər. Və xəbərlər tək ola bilər. Avtomatik siz bu halları gördünüzsə, deməli bunlar təkdir. Bəs nə zaman cəm olur? Qarşılarında yəni artikl işlənmir. Cəm işarə vəzirlərinə işlənirlər. All-boss istifadə oluna bilər. Xəbərlər cəm olur və bəzi cəmlik bildirən sözlərdən istifadə oluna bilərlər. Gəlin onlara baxaq. The sheep is in the yard. Bu niyə görə təkdir? Çünki xəbərimiz tək olduğuna görə aydın olur ki, bu təkdir. Bəs burada cəm yoxsa təki təyin edək. Xəbərimiz cəmdir, avtomatik sheep-də cəmdir. Aydındır yəqin ki. Bir də o qaydanın əlavəsi olaraq bura davam eləyir. Bu üç sözü lazım deyil sizə, amma uşaqlar bu 4 söz mütləq və mütləq öyrənməlisiniz. Hansı ki, a series, series deməkdir. Yəni cəm forması, a space, spaces, a means, means, a corpse, corpse. Bu formada. Yəni bunların da təki cəmdə eynidir. Sadəcə haradan eləyəcəksiniz? Qarşılığında məsələn artikel varsa təkdir, yoxsa cəmdir. Bir də fishlə bağlı sizə bir qeyd demək istəyirəm. Bunu yada saxlayın. Uşaqlar, fish bu formada ola bilər. A fish də ola bilər. Fish bu formada da ola bilər. Fish bu formada da ola bilər. Bəs yaxşı. Bundan hər hansı bir fərq varmı? Əlbəttə ki var. A fish tək balıq deməkdir. Bunu artıq bilirsiniz. İndi mən burada vaxt itirməyib balıq çəkməyəcəm. Sadəcə bir dənə işarə qoyuram. Fish balığın cəm formasıdır. Amma bu nə formadadır? Eyni cür balıqları bildirir. Yəni bir dənə məsələn qızıl balıqdır. Yəni məsələn akvarium içində yalnız qızıl balıqlar var. Yəni cəm forması belədir. Bəs fishin cəmlənməsi səhvdirmi? Xeyr, səhv deyil. Bəs bu necə olur? Bu müxtəlif növ balıqlardan söhbət gedəndə olur. Məsələn, bir dənə qızıl balığımız var elə bir dənə başqa bir nərə balığı var və s. Akvariumun içində orada fərqli balıqlar var. Avtomatik olun cəmlənməsi necə deyəcəksiniz? Fishes. Məsələn, gəlin cümlə qurmuşsunuz. Deyirəm ki, I have a fish. Mənim bir balığım var. Bu məncə hamıya aydındır. Deyirəm, I have many fish. Mənim çoxlu balıqlarım var. Bu deməkdir ki, çoxlu balıqdır, amma eyni növdür. Bir də deyə bilərəm ki, I have many fishes. Mənim çoxlu növ balıqlarım var. Bu deməkdir, yəni balığım çoxdur, amma müxtəlif növlərdir. Məsələn, qızıl balıq ola bilər, nərə balığı və s. Sonra, burada nədir? Bəzi millət adlarının cəmləsindən danışırıq. Bəzi millət adları var ki, uşaqlar, bunlar elə bir cəmləndə qəbul etmirlər. Məsələn, a Chinese Çinli deməkdir, the Chinese Çinlilər deməkdir. Yəni, göstər yazılışı eynidir. Yəni, SS qəbul etmirlər cəmləndə. Sadəcə olaraq, yəni, artiklın sizə bəlli olacaq.
Bu aşağıdakı uşaqlar hissə sizə lazım deyil, əlavə olan hissəsi bunlar sizin imtahanda yoxdur. Yəni 9-11-lər üçün ehtiyac yoxdur. Amma müəllimlər üçün vacibdir. Müəllimlər üçün mütləq imtahanda bunlarla qarşılaşırlar. Okay, demək isimlərin cəmləməsindən bu qədər. Gəlin sizlər üçün hazırladığım suallarla davam edək. Birinci sualımız nə deyir? Choose the singular nouns. Yəni sadə tək isimləri seçin. Bir variantları yoxlayaq. Progress. Uşaqlar, gəlin sizə belə bir qeyd deyim, yada saxlayın. Əgər sözün sonu qoşa s ilə bitirsə, bilin ki, o isim həmişə təkdir. Sözün sonu qoşa s ilə bitibsə, deməli təkdir. Burada məsələn progress qoşa s ilə bitib, həm də saymayan isim deməli təkdir, götürürük. Teeth, dişlər, diş sözünün cəmidir. Scissors cəmdədir. Phonetics saymayan isim deməli təkdədir. Luggage yük təkdədir. Flowers cəmlənib. Bizdən tək isimlər istirdi deyə cavab olacaq 1, 4, 5, B variantı. İkinci sualı siz özünüz izah edəcəksiniz. Davam edir üçüncü sualla. Üçüncü sualda da bizdən yenə singularlar istəyir. A bəndində scissorsla giz sıranı pozur. Çünki hər ikisi cəmdir. B-də doğru cavabdır. Phonetics sayılmır. Mouse təkdir, actress təkdir. Ona görə B bəndini götürürük. C-də mice insanlar cəmdir. D-də police, polislər cəmdir. Y-də feet, ayaqlar cəmdir. Uşaqlar, burada shiplə bağlı bir qeyd deyim sizə. İndi buradakı shipi biz həm tək, həm də cəm kimi qəbul edə bilərik. Niyə görə? Çünki bu uşaqlar bu testdə tək isimlərin qabağına EN artiklı yazsalar, onda avtomatik olaraq o test sizin üçün su kimi olacaq da. Məsələn, ship olsa görən kimi biləcəksiniz ki, qarşısında E artiklı varsa tək deməkdir. Ona görə bu testlərdə yazmırlar. Yəni siz belə testlərdə həm tək, həm də cəm kimi qəbul edə bilərsiniz. Dördüncü sualı sizin üçündür, izah edəcəksiniz. Beşinci suala baxırıq. Cəm isimləri istəyir bizdən. Plural nouns. Spectacles cəm isimdir, götürürük. Waitress qoşası var, deməli təkdir, götürmürük. Economics sayma isimdir, deməli təkdir, götürmürük. Thieves oğrular sözünün cəmidir, götürürük. Business həm sayma isimdir deyə təkdir, belə çıxa bilərsiniz. Həm içində qoşasıyla bitib, deməli tək isimdir. Deməli cavabımız oldu 1, 4, C bəndi. 6-cı sualı siz izah edəcəksiniz. Davam edir 7-ci sualla. 7-ci sualda bizdən tək isimlərin sırasını istəyir. A bəndində woman, qadınlar cəmdir. B-də scissors, qaysı sözü cəmdir. C-də shelves cəmdir. D-də poultry cəmdir. Cavab ona görə Y qalır. Y-də bəli, hər üçü tək isimdir. 8-ci sualı siz izah edəcəksiniz. Davam edir 9-dan. Choose the line of nouns in the plural. Cəmdə olan isimlərin sırasını seçin. A bəndində mouse təkdir deyə sıranı pozdu. B bəndində mathematics sayma isimdir, təkdir, sıranı pozdu. C bəndə progress qoşası həm də sayma isimdir, sıranı pozdu. D bəndi doğru variantdır, hər üçü cəmdir. Y bəndində phonetic sayma isimdir, sıranı pozur deyə çıxırıq. 10-cu sualı siz özünüz izah edəcəksiniz. 11-dən davam edirik. Choose the sentence with the noun in the plural. Cəmdə olan isimlərin cümlələri seçin, hansı ki orada cəm isimlər var. The hostess was very kind and hospitable. Burada görürük ki, hostessdən söhbət gedir. Qoşasıyla bitib, deməli bu tək isimdir, biri götürmürük. Cats cəmdir, mice cəmdir, ikini götürdük. Boys cəmdir, five fish cəmdir, üçü də götürürük. Dördüncüdə cəm isim yoxdur, götürmürük. Beşincidə boxes cəmdir, götürürük. Altıncıda isə cəm isim yoxdur deyə götürmürük. Cavab oldu 2, 3, 5, D bəndi. 12-ci sualı siz özünüz izah edəcəksiniz. Onun üçün davam edək. Choose a sentence with the noun in the singular. Bu dəfə isə tək isimləri götürürük. Birincidə, baxın, hilsə cəmdir, ship də cəmdir. Bəs mən necə bilim ship burada cəmdir? Çünki xəbəri cəmdir. Demək, biri götürmürük. İkincidə bird təkdir, nest yuva təkdir, tree təkdir. İkini götürdük. Üçüncüdə gift cəmdir, boxes cəmdir, çıxırıq. Dördüncüdə neighbor təkdir, cottage təkdir, village təkdir, götürürük. Beşincidə hunter cəmdir, deer cəmdir, skins cəmdir. Bəs mən necə bildim ki, burada deer cəmdir? Çünki qabağında to, 2 rəqəm istifadə olunub. Demək, 2, 4 olacaq, B bəndi. Baxırıq 14-cü suala. 14-cü sualda deyək ki, choose the correct sentence. Düzgün cümləni seçin. Uşaqlar, yada saxlayın ki, ziri-zira tipli cümlələrdə xəbər həmişə birinci isimlə uzlaşır. Burada baxırıq, birinci isimimiz nədir? F-i deer. F-i deer cəmdir, cəm olduğuna görə is yox, ar olmalıydı. Ona görə A bəndi çıxdıq. B bəndə deer S qəbul edib. Demişdi ki, 4 dənə heyvan adı var ki, bunlar S qəbul etməz, onlardan da biri deer idi. C bəndi doğrudur. D bəndində many deer cəmdir, amma xəbərimiz təkdir deyə çıxırıq. Y bəndə yenə deer S qəbul edib, S qəbul etdiyinə görə çıxırıq. 15-ə baxırıq. 15-ci sualda A bəndi hələlik qalsın. B bəndində to deer səhvdir, çünki deer S qəbul etməz. C bəndində to 2 deməkdir. 2-dən sonra ox yox, oxen olmalıydı.
D bəndində oxen cəmdir, qarşısına artikul ola bilməz. Y bəndində dear, s qəbul edə bilməz deyə çıxırıq. Cavab qalır A bəndi. Bu qədər. Nəsə sualınız olsa mütləq soruşun. Hər birinizə uğurlar.